tələbəm Adilə xanımla bugün şəhər daxili axşam dərsindəyik. Adilə xanım, bayaqdan bir neçə məsafə qət eləmişik. Piyada keçindən piyada var, görürsənmi? Özün necə istəyirsən? Maşallah sənə. Bax, piyada keçindən həmişə ehtiyatlı saxla oldu. Gecə vaxtı sürüşləri gündüzə nisbətən daha çətindir, daha çox məsuliyyətlidir. Maksimum diqqətli olmalıyıq, həm piyadalardan, həm avtomobillərdən. Fikir verin, dərsin ilk 15 dəqiqəsindən indiki dəqiqələr arasında sənin sürüşündə fərq var, adaptasiya söhbəti var, uyğunlaşdırırsan özünü. Və bu elə bir şeydir ki, sürdükcə praktikanı artırırsan. Düz gedəcək oldu. Gəl, biraz sola götürənli, biraz qaz ver, hə. Biraz qaz ver. Bax, piyadalar ola bilər, ehtiyatlı ol. O maşın döndü, düzdür, gözləməlidir, amma eybi yox. Keçdi, biraz azalırsan sürətini. Öz ona davam elə. Görürsən, güclü külək var çöldə. Güclü küləkli havalarda avtomobil kütləsi yüngülləşir və avtomobil aşmaya məruz qala bilər, idarə etməni itirə bilərik. Ona görə də güclü küləklərdə çox sürətlə sürmək olmaz. Biraz artır sürətini. Bax, piyada keçindən piyada yoxdur ki, artır. Sən. İndi çəkiliş dayandırıram, amma dərsimiz davam edir. Mən sizə uğurlar arzulayıram. Siz də sağ olun.